indiyəcən oxuduğum yap səfeh kitab, yap dəyərsiz kitab, amma bu kitab şimdi görürsüz. Doqan sukut. Baxın, yəni İran şəhrindən bəhs eləsəz, desəz ki, o ərəblər yaxçıdır, deyəcək bizim bir dənə qaynaq kitabımız vardı, bastaqımız vardı. O da Doqan sukutdur. Get onu oxu. Hop, getdik bunu oxuduq, getdik bunu kamil oxuduq. Onlar ki oxuyublar bilirlər. Amma onlar ki oxumayıblar bilsinlər ki bu necə bir bastaqdır. Ay bu Ay Zərrin Kub neyini bu bastaqda? Gəlibdir, özdə yazıb ha mənabeyin. Xəbəridən, Herodotdan, o əldən, bu əldən, mənbə bastaqlardan sözləri copy paste elibdir bunun içərisinə. Hərdən də vəsətdə yazıb ki, o ərəblər çox səfeh, əqəbmanda, bir fərhəng adam idilər. Faslar, Sasaniyan, Həxamənəşiyan çox mütəməddin, çox böyük, çox belə yuxarı hökumət idilər. Yəni fəqət tənha sözdür ki, deyibdi bunlar da ha. O birisi sözlər hamısı copy paste, o birisi bastaqlardan. O birisi mənabədən. Xoş, Ay Zərrin Kub, sən ki hədəfin bu idi, onları pisləyəsən, 300 səfərlik bastaq, yəni bir dənə 30 səfərlik bastaq yazaydın. 30 səfərdə kollan ərəbləri yamanlayaydı. Yəni siz İran şəhərlə bu cürsüz də. Yəni heç bir elmi, heç bir bilgə üzü ilə danışılan bir söz mən bunda görmədim. Kollan nijat pərəsti, pisləmək bu cür bir zadır. Ərəblərin İslamdan qabaq tarixinə görə danışacağam, biləcəm. Və hətta İranlıların, o İranlı elə belə İranlıların da girdiyinə görə ayrı bir videom olacaqdır. Amma beylənlikdə bunu bilin ki, bu bastaq oxusa da oxuyun. Mən demirəm oxumayın. Amma oxuyanı da görəcəksiniz ki, bu bastaq kollan bir nijat pərəsti, tənəffür bir bastaqdır. Və əslən də bilgi üzü ilə danışılmıyıb içərisində. Deyim, bəğeyr az o qismətlər ki, Təbərdən, Herodotdan copy paste olubdur. O, hələ də Herodotda məsələn düzdür, onlardan copy paste olubdur. Onlardan sonra ayrı bir bilgili yeri yoxdur. Kollar bir nəfər istəyir qəşəng yaman eşidə qəşəng tənəffür olacaq halda gəlsin bunu oxusun. Doğudan ki aşqala atılmalı bir bastaqdır. Və səni Fars, səni İranlı, məni Türk. Biz hələ bunu bilməmişik. O xidməti ki ərəblər, İslam. İslamdan sonra İslamdan qabaq eləyiblər İranlılara. Biz hələ onların qədrini bilməmişik, bilməyəcəyik. Və əgər də kollan birdən-birə dəyişiləydi, o mərdumi ki, o zaman Sasanilərdə yaşaydı, yəni Sasaniyan gedirdi coğrafiyayı ərəbə, ərəblər gedirdi Sasaniyana, elə Sasanilər də ərəblərə tay yaşayacaqdılar. Bir dənə qovmi, o mühit coğrafiyayı ki, orada yaşayıbdı və ona görə mütəməddin olubdu, bər əsas o qızavət eləmək giclikdir, giclik.